Ginekoloqa sadəcə hamilə qaldıqda getmək lazımdır. Bir ginekoloq olaraq pasientlərdən hər gün eşitdiyim ifadədir. Doktor, heç bir şikayətim yoxdur, ginekoloqa getmirəm. Əslində müasir ginekologiyada profilaktik müayinələr aktiv şikayət olduqda deyil, mövcud xəstəlikləri erkən aşkarlamaq üçün istifadə olunur. Məsələn, uşaqlıq boynu xərçəngi üçün edilən skrininqlər yaş və müəyyən risk faktorları nəzərə alındıqda, aparıldıqda uşaqlıq boynu xərçənginin öncədən daha xərçəngönü proseslər olduğu dövrdə aşkarlamağa kömək edir və invaziv xərçəngin qarşısını alır. Eyni zamanda yumurtalıq kistaları, miomalar, endometrioz, bəzi hormonal pozğunluqlar var ki, bunlar erkən mərhələdə heç bir simptom vermir. Amma rutin profilaktik müayinələr zamanı, anamnezlər toplanılan zaman və ultrasəs müayinəsi zamanı aşkarlana bilər və xəstəlik vaxtında müalicə edilə bilər. Unutmayın, ginekoloji müayinənin məqsədi sadəcə xəstəlikləri müalicə etmək deyil, qadının reproduktiv və ümumi sağlamlığını qorumaqdır. Hər ay etdiyiniz estetik və baxım prosedurları kimi ginekoloji müayinəni də illik etdirməyiniz sizin ümumi sağlamlığınız üçün faydalıdır.